Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Sual verirlər ki, Ərbəyin ziyarətinə getmək olarmı? Yəni Kərbəlaya getmək olarmı? Cavab odur ki, bu ziyarətin şəriətdə bir əsli yoxdur. Sonradan çıxmış bidətlərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm mübarək nəvəsi, cənnət cavanlarının ağası, o zaman ki, Kərbəla ərazisinə çatır, o soruşur, bura haradır belə? Ona deyirlər ki, bura Kərbulə adlı yerdir. O isə deyir ki, xeyr, kərb və bəladır. Yəni, üzüntü və bəladır. Sonra həmin torpaqlarda ona xəyanət etdilər, onu tərk etdilər və onu yalnız buraxaraq ölümünə səbəb oldular. Onu həmin torpaqlarda yalnız qoyan, ona xəyanət eləyənlər, onun ölümünə səbəb olanlar deyirlər ki, biz bu torpaqları uca tuturuq, əzəmətli tuturuq, Kərbəlanı uca tuturuq deyirlər. O torpaqlar ki, Hüseyin radiyallahu anhümə o torpaqlara kərbun və bəla demişdir. Yəni, kədər, üzüntü və bəla demişdir. Həmin torpaqlarda Hüseyin radiyallahu anhunun qanı axıdılıb. Onlar isə deyirlər ki, biz bu torpaqları uca tuturuq. Bunu eləyənlər ancaq İmam Hüseynin düşmənləri ola bilər. Həmin torpaqları müqəddəsləşdirənlər. Həmin torpaqları müqəddəs elan eləyib, ümmətin bir qismi üçün bidət çıxaranlar təbii ki, Hüseynin düşmənləridir. Ümmət bugün bilməlidir ki, haranı ziyarət eləmək olar, haranı ziyarət eləmək olmaz. Haranın ziyarəti dindən sayılır. Məkkə, Mədinə və Qüds şəhəri. Bu üç yerin ziyarəti haqqında Peyğəmbərimiz buyurub, hədisi var və bu səhihdir, mötəbərdir. Bundan başqa o qədər yerlər ki, ziyarətə çıxarıblar, pir adından, ziyarətgah adından, bunların heç birinin İslamda bir əhəmiyyəti yoxdur. Bunların hamısı bidətdir və şirkə aparan yollardır. Bu yerlərin heç birinin Quran və sünnədən dəlili də yoxdur. Peyğəmbərdən sonra kiminsə özündən yeni ziyarət yerləri çıxarması da haramdır. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Birinci məqam. Qardaşımızın Ərbəyin ziyarətinin şəriətdə əsli yoxdur, sonradan çıxmış bidətlərdəndir iddiasına cavab olaraq, birincisi, Əhlüsünnənin mötəbər mənbələrinə görə Peyğəmbər əvvəlcə qəbir ziyarətini qadağan etsə də, sonra bu qadağanı götürərək buyurdu, qəbirləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır. Bu hədis həm Səhih Müslim, həm də sünnilərin mötəbər saydığı Kutub-i Sittənin digər mənbələrində mövcuddur. Bu baxımdan sünnili şiəli bütün müsəlmanlara görə qəbir ziyarəti sünnə hesab edilir. İkincisi, İmam Hüseyin bir şəhiddir, üstəlik Allah Rəsulunun sevimli nəvəsidir. Onun qəbrini ziyarət etmək də ümumi qəbir ziyarətinin hökmünə daxildir. Peyğəmbər özü də qəbirləri, o cümlədən şəhid qəbirlərini ziyarət edib və bu məsələdə heç bir ixtilaf yoxdur. Bu baxımdan istənilən bir gün, o cümlədən Ərbəyin günü, bunu edən insanın əməli haram və ya bidət hesab edilə bilməz. İkinci məqam. Qardaşımızın İmam Hüseyni tərk edənlər bugün onun torpağını uca tuturlar iddiasına gəldikdə, burada tarixi hadisələr qarışdırılır. İmam Hüseyni Kərbəlada öldürənlər Küfədən ona məktub yazan həqiqi tərəfdarları deyildi. Aydın məsələdir ki, İmam Hüseynə qarşı qılınc qaldırıb savaşanlar onun tərəfdarları olmamışlar. Onun şəhadətinə birbaşa səbəb olanlar Yezid ibn Muaviyyə və onun hakimiyyəti, Ubeydullah ibn Ziyad, Ömər ibn Səd, Şimr ibn Zilcavşən kimi Yezidin tabeliyində olan şəxslər olmuşlar. Küfəlilərin böyük bir hissəsinin qorxudan və təzyiq altında İmam Hüseyni tək qoyması tarixi həqiqətdir və bu müsəlman alimləri tərəfindən də qınanır. Lakin bu hadisəyə görə əsrlər sonra yaşamış milyonlarla müsəlmanı Hüseyni tərk edənlər adlandırmaq nə tarixi, nə də sağlam əqli mühakimə baxımından düzgün sayıla bilməz. Heç kim öz əcdadının əməlinə görə məsuliyyət daşımır. Quranda buyrulur, heç bir günahkar başqasının günahını daşımaz. Ənam surəsi 164. Burada bir əlamətdar halı da qeyd edək. Qardaşımız bir çox əqidədaşları kimi İmam Hüseynin ölümünə bilavasitə göstəriş verənləri, onu öldürənləri deyil, onu tərk edib ölümlə üz-üzə qoyan küfəliləri qınayır. Şübhəsiz ki, haqlı qınaqdır, amma axı qatillər İmam Hüseyni öldürənlərdir, onları isə qınamır, heç adlarını da dilə gətirmir. Üçüncü məqam. İmam Hüseyin Kərbəlanı kədər, üzüntü və bəla yeri adlandırıb. O torpağı müqəddəsləşdirənlər yalnız Hüseyin düşmənləri ola bilər iddiası ilə bağlı. O torpaqlar ki, Hüseyin radiyallahu anhümə o torpaqlara kərbun və bəla demişdir. Yəni, kədər, üzüntü və bəla demişdir. Həmin torpaqlarda Hüseyin radiyallahu anhunun qanı axıdılıb. Onlar isə deyirlər ki, biz bu torpaqları uca tuturuq. Bunu eləyənlər ancaq İmam Hüseynin düşmənləri ola bilər. Burada da əqli mühakimə düzgün qurulmur. Bəli, Kərbəla böyük müsibət yeridir, eyni ilə Ühüd kimi. Amma müsibətin baş verdiyi məkanı yad etmək, o müsibəti törədənləri dəstəkləmək, sevmək demək deyil. Əksinə, müsəlmanlar 14 əsrdə Ühüd dağını da böyük ehtiramla yad edirlər. Halbuki orada Peyğəmbərin əmisi Həmzə ibn Əbdülmüttəlib və onlarla səhabə şəhid olmuşdu.
Peyğəmbər dəfələrlə Ühud şəhidlərini ziyarət etmiş və onlar üçün dua etmişdir. Deməli, şəhid qanı axmış yeri ehtiramla yad etmək İslamda düşmənçilik deyil, əksinə şəhidlərə ehtiramın ifadəsidir. Əgər Ühudə ehtiram caizdirsə, Kərbəlanı da şəhidlərin xatirəsinə yad etmək qınanıla bilməz. 4-cü məqam. Yalnız Məkkə, Mədinə və Qüds ziyarət olunar. Başqa ziyarətgahların hamısı bidətdir və şirkə aparan yollardır iddiasına gəldikdə, burada iki fərqli məsələ bir-birinə qarışdırılır. Əhl-i sünnə mənbələrində keçən Peyğəmbərin məşhur hədisində belə deyilir: səfər yalnız 3 məscidə edilir. Məscidül Hərama, mənim bu məscidimə və Məscidül Əqsaya. Səhih Əl-Buxari, Kitab Fəziləs-Səlat fi Məscid Məkkə vəl-Mədinə, hədis 1189, Səhih Müslim, Kitab Əl-Həcc, hədis 1397. Diqqət edin, hərfi olaraq qəbul etsək, bu 3 məsciddən başqa heç yerə səfər etmək, səyahətə yollamaq olmaz. Amma aydın məsələdir ki, hədisdə bu 3 məscidin xüsusi əhəmiyyəti vurğulanır. Yəni hədis məscidlərin fəziləti ilə bağlıdır, qəbir ziyarəti ilə deyil. Burada Allah Rəsulu əsla qəbir ziyarətini qadağan etmir. Əksinə, Allah Rəsulunun özü də Bəqi qəbirstanlığını ziyarət edirdi, səfər edib Ühud şəhidlərini ziyarət edirdi, Həmzənin qəbrini ziyarət edirdi, müsəlmanlara da qəbirləri ziyarət etməyi tövsiyə etmişdi. Ona görə də bir müsəlmanın Allah Rəsulunun şəhid nəvəsinin qəbrini ziyarət etməsi, ona salam verməsi, orada tək olan Allaha dua etməsi İslam prinsiplərinə tam uyğundur. Allah Rəsulunun dəfələrlə, kilometrlərlə məsafəni qət edib Mədinədən Ühudə gedərək şəhid əmisini və digər şəhidləri ziyarət etməsi, habelə Bəqi qəbirstanlığında şəhidləri ziyarət etməsi şəhid ziyarətinin bir peyğəmbər sünnəsi olduğunu təsdiqləmiş olur. Əziz qardaşım, əgər ziyarət zamanı ibadət yalnız Allaha edilirsə, bunu avtomatik şəkildə bidət və ya şirkə aparan yol adlandırmaq doğru olmaz. Xülasə, əziz qardaşlar, Allah Rəsulunun sevimli nəvəsi İmam Hüseyni istənilən vaxt, o cümlədən ərbəyində ziyarət etmək, onu yad etmək və onun uğrunda şəhid olduğu haqq, ədalət və islahat prinsiplərini xatırlamaq nə haramdır, nə bidətdir, nə də şirkə aparan yol. Əksinə, İmam Hüseyn tövhid simvoludur və onun əziz xatirəsini yad etmək insanı tövhidə aparan bir yol kimi dəyərləndirilə bilər. Əsas meyar budur ki, ibadət yalnız Allaha məxsusdur. Şəhidlərə ehtiram isə Qurana, sünnəyə və İslam tarixinin ruhuna tam uyğun bir davranışdır. Allah Rəsulunun öz praktik həyatı ilə bizlərə öyrətdiyi bir davranış. Əziz dostlar, hər il milyonlarla müsəlmanın Allah sevgisi, Allah Rəsuluna məhəbbəti, onun pak əhli beytinə ehtiramı və şəhidlərin sərvəri İmam Hüseyni olan sevgisi ilə Kərbəlaya üz tutur. Onlar bu ziyarətlər nə bir torpağa ibadət edir, nə də Allahdan başqasına sitayiş edirlər. Əksinə, Kərbəla ziyarəti ilə tövhidə, ədalətə, haqq uğrunda fədakarlığa, Peyğəmbər ailəsinə məhəbbətə və İmam Hüseynin öz qanı bahasına yaşatdığı İslam dəyərlərinə sədaqətlərini bir daha ifadə etmiş olurlar. Əlbəttə, kimsə Kərbəlaya ziyarətə getməyə bilər. Bu hər kəsin öz şəxsi seçimidir və buna görə heç kəs qınanıla bilməz. Ancaq Allah Rəsulunun sevimli şəhid nəvəsini ziyarət etməyi, Peyğəmbərin özünün də əməl etdiyi şəhid ziyarət ənənəsinə əsaslanaraq edilən bir ziyarəti bidət, hətta şirkə aparan yol adlandırmaq doğrudanmı insaflı və ədalətli bir yanaşmadır? Qoy bu sualın cavabını vicdanlı və qərəzsiz hər bir müsəlman özü versin.